Elə ən azını götürək. Ümumiyyətlə əlbəttə uyğunlaşma xəritəsi tam xəritədir də 2 dənə doğum xəritəsi götürür və birləşdirilir. Amma hətta insanların təkcə ay bürcünü bilməklə artıq bir çox problemlərin həllini bilmək olur. Niyə? Çünki biz məsələn bax cəmiyyətdə adam arasında öz günəş bürcümüzü göstərir. Yəni insanlar bizi günəş bürcümüzə görə tanıyırlar. Amma evdə biz ay bürcümüzün xüsusiyyətlərini göstəririk. Ona görə bəzən xanımlardan mən belə bir söz eşidirəm ki, yəni tək mən yox, məncə hamı yəqin ki, bunu eşidib. Deyirlər ki, biz görüşəndə bu oğlan belə idi, evləndik, oldu hələ bir tamamilə başqa bir adam, artıq belə hərəkətlər eləmir, belə hərəkətlər edir. Və bu da bir mənfi bir aspektdə yozulur ki, yəni pis adamdır da güya bu. Yazıq pis adam deyil, sadəcə bu öz ay bürcünün xüsusiyyətlərini göstərir. Evdə ayıq, çöldə günəşi. Bəli, tamamilə doğrudur. Ona görə insanın artıq heç olmasa ay bürcünü bilməklə onun o evdə, məişətdə davranışı necə olacaq onu bilmək olur. Ona görə əlbəttə evlənməkdən öncə bu xəritəni tərtib edib bir çox şeylər bilmək olur. Məsələ onda deyil ki, bu insanla ailə qurmayasınız ümumiyyətlə. O uyğunlaşmadan sonra. Məsələ ondadır ki, onun hansısa bax belə indiyə kimi görmədiyiniz tərəflərini biləsiz və onlara hazır olasınız və hansısa bir konfliktlərdən çıxma yolunu da biləsiz. Çünki açığını deyək də bizdə əsasən bu konfliktləri həll edən, hər şeyi belə də biraz yumşaldan axarına qoyan qadındır. Və astroloqa da müraciət edən əsasən qadınlardır.